Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. O güzel Allah'ımızın salamı, rahmeti ve bereketi üzerinizden əskik olmasın inşallah. Bir de görürsen ki sual edirlər. Sual edirlər ki, görəsən necə, nə vaxt Allahla söhbət etmək olar? Necə Allahla danışmaq olar? Əslində belə sual verənlərə cavab çox sadədir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə bir kəlam işlədib. Peyğəmbərimizdən belə bir kəlam var. Əgər bir insan yavaş-yavaş, uçurtmadan, ağıtmadan bir bina tikirsə, bir gün o bina hazır olacaq. Yox, əgər bir insan bir bina tikirsə və həmin gündə tikdiyi o binanı söküb dağıdırsa, o binanı heç vaxt tikib qutara bilməyəcəkdir. İnsan da etdiyi günahlarla özü öz əli ilə söktüyü, dağıtdığı binaya bənzəyir. Əgər biz insanlar o bir olan Allahımıza iman gətirmişiksə və Allah Taala'nın buyurduğu Peyğəmbərimizin bizə çatdırdıqlarını necə lazımdırsa yerinə yetirsək, əlbəttə ki, biz o gözəl Allahımızla söhbət etmiş oluruq. O gözəl Allahımızla danışmış oluruq. Möminlərin əmiri Əli əleyhissalamın gözəl bir kəlamı var. Əli əleyhissalam nə buyurur? Mən nəyə baxdımsa, ondan qabaq, ondan sonra və onunla birlikdə Allahı gördüm. Və yaxud da ki, Əli əleyhissalamın digər bir deyimi. Mən nəyə baxdımsa, ondan qabaq, ondan sonra və onda Allahı gördüm. Əgər biz insanlar da iman gətirmişiksə, o bir olan Allaha sidqi qəlb ilə iman gətirmişiksə, Peyğəmbərləri qəbul ediriksə, Əli əleyhissalamın vilayətini qəbul edənlər isə və buna doğru düzgün riayət etsək, onda Əli əleyhissalam demişkən, biz də nəyə baxırıqsa, ondan qabaq, ondan sonra və onunla birlikdə Allahı görmüş olarıq. Onda deməli biz Allahla həmsöhbət olmuş olarıq. Amma dəqiq bu suala cavab verməkdən ötürü cavab belədir. Allahla həmsöhbət olmaq, danışmaq istəyirsənsə, o bir olan Allahımızın Xatəm Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmə nazil etdiyi müqəddəs Quran-ı Kərimi oxu. Əgər biz Allahla həmsöhbət olmaq istəyiriksə, o müqəddəs Quran-ı Kərimi oxusaq, onda biz o gözəl Allahımızla danışmış oluruq, həmsöhbət olmuş oluruq. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm özü buyurub, əgər Allahla həmsöhbət olmaq, danışmaq istəyirsinizsə, müqəddəs Quran-ı Kərimi oxuyun. Vallahi billahi, o müqəddəs Quran-ı Kərimi oxuyanda adam elə rahatlaşır. Adamda elə bir hisslər oyanır. Adam dillə demək çətinlik çəkirəm. Elə bir atmosferə düşürsən ki, oradakı o həzinlik adamı heyran edir. Elə bunun özü aramlıq tapmaq insana bəs edir. Ona görə də hər hansı birimiz Allahımızla həmsöhbət olmaq istəyiriksə, danışmaq istəyiriksə, Peyğəmbərimizin bizlərə çatdırdığını əməl edək. Müqəddəs Quran-ı Kərimi oxuyaq. Allah hamınızdan razı olsun. Allah hər birinizə kömək olsun. Allah hər birinizə yar və yardımcısı olsun inşallah. Quran oxumağı yaddan çıxartmayaq. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu.